Bugün Hashimoto xəstələri yaxın əyləşsin antitopo haqqında danışacağıq. Antitopo haqqında 5 mif və faktlardan. Tez-tez eşitdiyiniz antitopo antijisimləri yüksək olduqda nə etmək lazımdır? Mif 1. Antitopo yüksəkdirsə dərhal müalicə olunmalıdır. Fakt odur ki, əksər beynəlxalq təlimatlar bildirir ki, yalnız hormonal funksiya pozulubsa müalicə başlanmalıdır. Antitopo müalicə üçün göstəriş deyil. Mif 2. Antitopo yalnız hipotiroidizmdə artır. Fakt odur ki, bu antijisimlər autoimmun tiroiditdə, Graves xəstəliyində və digər formalarda da geniş rast gəlinə bilir. Bəzən isə sağlam insanlarda da ola bilər. Mif 3. Antitopo səviyyəsi müalicənin effektivliyini göstərir. Yəni, əgər o emmirsə, deməli müalicəmiz effektsizdir. Fakt odur ki, antijisimlərin səviyyəsinə əsaslanaraq müalicədə dəyişikliklər tövsiyə olunmur və hormonal rəqəmlərə baxaraq müalicə dozası tənzim olunur. Mif 4. Əgər antitopo negativdirsə, deməli tiroiddə autoimmun xəstəlik yoxdur. Fakt olaraq isə 10% pasientlərdə tiroid autoimmun xəstəlikləri olsa belə antijisimlər mənfi ola bilir. Mif 5. Antitopo yüksəkdirsə, qeyri-normal hormonlar deməkdir. Faktı isə antijisim yalnız risk faktorudur və hormon funksiyasını əks etdirmir. Əsasən tiroid hormonları periferik və mərkəzi olaraq TSH, FT4, FT3-ə əsasən əsaslanmamız lazımdır. Yekun olaraq onu demək istəyirəm ki, antitopo testi çox faydalıdır. Ancaq bu yalnız bir parçadır. Hormonal panel, klinik vəziyyət, pasientin fərdi xüsusiyyətləri nəzərə alınıb, izlənmə protokolu həkimlə birlikdə qiymətləndirilməlidir. Tezliklə görüşərik. Özünüzə yaxşı baxın.